Hal-hazırda 12 mindən çox Fələstinli həbsxanalarda saxlanılır. Onların arasında uşaqlar da var. Bu artıq sadəcə statistika deyil, bu açıq şəkildə bir xalqın sistemli şəkildə əzilməsidir. 10 illiklərdir davam edən bu zülm, həbs, işgəncə, hüquqsuzluq bizim həyatımızın adi hissəsi kimi təqdim olunur. Amma bu qətiyyən normal deyil, bu açıq ədalətsizlikdir. İndi isə yeni qanun məhbusların edamına icazə verir. Bu gizli deyil, bütün dünyanın gözü qarşısında baş verir, açıq-aşkar. Heç bir utanma, heç bir məsuliyyət hissi olmadan. Bəs daha nə qədər susulacaq? Daha neçə insan ölməlidir ki, bu vəhşilik dayansın? Bu sadəcə ağrı deyil, bu insanlığın sınağıdır. Bizim yaşadıqlarımız, daşıdığımız qorxu, hər gün üzləşdiyimiz təzyiq, bunları sözlə tam izah etmək mümkün deyil. Amma bir şey aydındır, buna susmaq, bunu qəbul etmək deməkdir. Və biz bir daha deyirik, qəbul etməyin, səssiz qalmayın, səsinizi ucaldın, mövqeyinizi bildirin. Çünki sükut bu zülmün ən böyük dəstəkçisidir. Əgər bütün bunlar dünyanın gözü qarşısında baş verirsə və heç kim reaksiya vermirsə, o zaman sual açıq qalır. Biz həqiqətən necə bir dünyada yaşayırıq?